Dərman bitkiləri də gördüyümüz hər yerdə bitənlər də hamısı növ olaraq çoxdur yəni. Məsələn belə deyim də, Valeriana officinalis, Humulus lupulus, Pelargonium sideoes var, sonra Hypericum perforatum, Ginkgo biloba, Mentha piperita. Mən bunların adlarını niyə latınca çəkdim? Yəni latınca dərs keçmirəm. Sadəcə olaraq və elə də yadımda qalıb. Elə də tanınır. Onların həmin içərisindəki aktiv kimyəvi maddələri var. Onların hesabındadır. Məsələn, hipersin var, hiperforin var. Dazotudan söhbət gedir. Hypericum perforatum adlanır. Dazotu antidepressant gedir. Bəli, Amma ağrını da aparır. Bəli. Dazotu haqqında kifayət qədər elmi araşdırmalar var. Demək, dazotuya bel bağlamaq olar. O, baş ağrına kömək eləyər. Daha çox da, məsələn, az yatıb çox işləyən və yaxud da çox yatıb az hərəkət edən insanlarda belə bir problemlər ola bilər. Bunların latınca qeyd elədiyim bitkilərin o növləri istifadə olunur dərman bitkisi şəklində. Orada da adlarda, yəni tərcümələr bu şəkildə gedir. Məsələn, Humulus lupulus, maya sarmaşığının qozası. O istifadə olunmalıdır. İstifadə olunan hissəsi odur. Və yaxud da Pelargonium, ətirşah. Ətirşah həm zəhərli bitki sayılır, həm də zərərvericilərdən qoruyur. Elə mən onu götürdüm, dəmliyim içim deyil. Onun çiçəklərin efir yağından istifadə olunur. Məsələn, spazmlar üzərindən desəm, baş ağrılarında, yəni yüngül bir boyun baş ağrılarında qəşəng bir dəmləmə hazırlayıram. O Tiliakardata, yəni cökə çiçəyini götürürəm. Mentha piperita, istotlu nanə yarpağı götürürəm. Melissa officinalis. Bir də lavandul officinalis. Lavanda, melissa. Melissanın da digər adı bədrənc otu, digər adı limon otu, digər adı oğul otu, digər adı ballı nanə gedir. Hər dildə adını deyirəm. Məsələn, problem odur ki, bizdə bəzi bitkilərin çoxunu ya əvvəllər rusca bilirdilər, indi də türkcə bilirlər. Azərbaycancaları var bunların, bəziləri əslində yaxındır. Məsələn, melissa olsun, cökə olsun, cökə məsələn lip adıyla tanınır, ıhlamur bitkisi adlanır. Amma türkçənin də xalq tabətində bir yerin ağrıyırsa, bir cökədən, yəni ıhlamurdan dəmləyib istifadə edə bilərsən. Bu, qeyd elədiyim bitkilərin 4-ü də götürülür. İstotlu nanə yarpağını qeyd elədim, cökə Tiliakardatanı qeyd elədim, melissa və lavanda. Bunların 4-ü də götürülür. Hərəsindən 10 qram götürülsün. Mətbəx tərəzisi yoxdursa, çünki mən qramla ona görə deyirəm ki, hər ikisinin kütləsi başqa olacaq. Hamısına eyni xörək qaşıqlarını qatmasınlar. Bir desert qaşığı qədər götürsünlər, yarım litr qaynar suda dəmləsinlər, 20 dəqiqə damaldıqdan sonra gün boyu çay kimi içə bilərlər. Onların ağrıları xəfifləşəcək. Xüsusilə də, məsələn, bayaq doktor da qeyd elədi, birisi bəlkə el dilində qaymarit deyə, sinusit olub, haymorit olub. O da bizim başımızda yerləşir də, ağrı olaraq ora irradiasiya eləyə bilər. O problemin aradan götürməsə, onun baş ağrısı niyə keçsin ki? Məsələn, o zamanlar nədən istifadə edirik? Yeri gəlmişdən deyim ki, o baş ağrısı üçün qeyd elədiyim dəmləməni 2 həftə istifadə eləsinlər, 1 həftə fasilə versinlər. Elə mən ancaq bütün ömür boyu bu dəmləməni içmək məcburiyyətində deyiləm. Dəyişməlidir. İstər bir dərmanı, istər hər hansı bir maddəni, bir qidanı belə uzun müddət doza həddini aşmaq özü belə yan təsir yaradır. Təsəvvür edin ki, bəzən olur burun üzərindən haymoriti olan insanlara, məsələn, kalanxoy bitkisindən istifadə edirəm. Aloe ilə qarışdırırsan, aloe şirəsi götürülür 1 nisbətində, kalanxoy götürülür 3 nisbətində və kalanxoy bitkisinin şirəsi durulaşaraq götürülür. Onu aloe şirəsində həll eləyirsən və götürüb buruna damcı şəklində gündə 2 dəfə istifadə etmək olur. Amma kimdəsə kəskin bir allergik rinit varsa, kalanxoy olmaz. Onu daha çox həssaslığı yüksək olan insanlar var da, allergiyası var. Yəni, haymoritin allergik rinit eyni şey deyil. Birləşdikləri nöqtə var. Amma onun haymoriti fonunda olan baş ağrısını götürdü. İndi o demək deyil ki, kalanxoy və aloe baş ağrısını kəsir. Mexanizm hardan kömək eləyirsə, o önəmlidir. Və bəzən olur ki, məsələn, adi mədəni çox yüklədiyimiz zaman, heç uzağa getməyim, davamlı xroniki qəbizliyi olan, uzun müddət qəbizliyi nəzərə çəkən insanın başı ağrıyar da.